Çoxları əmindirlər ki, onları aldatmaq olmaz. Amma heç kəs öz dünya görüşü ilə doğulmayıb. Siz kiminsə təbliğatının nəticəsisiniz və buna görə də başqalarının etdiklərini təkrarlayırsınız. Başqalarının dediklərini deyirsiniz. İstəsəniz də, istəməsəniz də siz belə yaradılmısınız. Nəyə baxırsınızsa, nəyi düşünürsünüzsə, o da olursunuz. Ətrafınızda nə görürsünüz, onu da mənimsəyirsiniz və bu sizin bir parçanız olur. Buna görə insan öz aləminə zidd olan təzə nəsə eşidərsə mənfi reaksiya verir. Siz ancaq böyüdüyünüz cəmiyyətdə gördüklərinizi düzgün hesab edirsiniz. Nəyin doğru, nəyin yanlış olduğu haqqında təsəvvürləriniz məhz cəmiyyətinizdə gedən təbliğatdan formalaşır. Anlayışınız başqalarının fikirlərinə uyğundur. Sizdən əvvəlkilər isə başqasının fikrinə uyğunlaşırlar və beləcə nəsildən nəsilə davam edir. Uşaqlıqdan belə aldadılmısınız və başqasının fikrinin qulu olaraq böyüyürsünüz. Düşünün, əgər başqa ölkədə doğulsaydınız, başqa mədəniyyətdə, eynən onlar kimi olardınız, onlar kimi düşünərdiniz. İnsanlar bir-birinə təsir edə bilir. Şeytan yalanın atasıdır və bu dünyanı yalan üzərində qurmuşdur. Yalanı aid etmək də olmur, çünki bir dənə deyil, yalan müxtəlif formatlarda hər zövqə uyğun var. Gözəl bir örtüyə bükülüb. Yalanın qurbanı olmamağımız üçün Tanrı bizə öz qanunu peyğəmbərlər vasitəsilə göndərdi. Tövrat, İncil inanıb güvənə biləcəyiniz yeganə kitablardır. Rəbbə həmd olsun ki, gözlərimi açdı və mən həqiqəti öyrəndim. Ona görə də yalanın nə olduğunu ayırd edə bilirəm. Əlbəttə ki, bu demək deyil ki, müqəddəs kitabı oxuyanlar aldana bilməzlər. Əgər onlar daima Tanrının kəlamında olmasalar və kəlama arxalanmaq əvəzinə kahinlərə inansalar, əlbəttə ki, aldana bilərlər. Həqiqəti tapın, əks halda yalan sizi cəhənnəmə aparar. Oradan isə geri qayıtmaq daha olmur.